Salam hörmətli abituriyentlər, tarix sevərlər. Bugün sizə 18 may 2025-ci ildə olan sınavın izahatını verəcəm. OTK izahı. 3-cü qrup tarix. 31-ci sual. Böyük Səlcuq hökmdarı Sultan Toğruldan fərqli olaraq Əmir Teymur Cənubi Qafqaza hücum edib. Hər ikisi Toğrul 1054-cü ildən başlayaraq, Əmir Teymur da 1386-cı ildən başlayaraq yürüşlərə keçib. Dehli Sultanlığına yürüş etmişdir. Əmir Teymur 1398-ci, 99-cu illər. 2-ni götürürük. Bağdad şəhərini tutmuşdur. Deməli, Bağdad Toğruldur, Əmir Teymur tutmayıb, üçü silirik. Osmanlılarla müharibə etmişdir. Bəli, Toğruldan fərqli olaraq Əmir Teymur 1402 Ankara döyüşündə Osmanlılara qalib gəlib. 4-ü götürürük. Şirvanşahlarla müttəfiq olub. Deməli, Toğruldan fərqli olaraq Əmir Teymur Şirvanşahlarla müttəfiq olub. 1386-cı ildə görüşüblər Qarabağda. Eləcə də Ankara döyüşündə də Teymurun müttəfiqi kimi 1-ci İbrahim iştirak edib. Deməli, onda doğru cavabımız 2, 4, 5, C variantı. 32-ci sual. Erkən feodalizm dövründə həm Bizans, həm də Ərəb xilafəti ilə diplomatik əlaqə yaratmışdır. Burada erkən feodalizm sözünə baxaq. 11-15-ci əsrlər erkən feodalizm dövrüdür. Daha doğrusu, erkən feodalizm desə, 3-11-ci əsrlər erkən feodalizm dövrü sayılır. Avropada isə 5-11-ci əsrlər. Burada 5-11-ci əsrlər erkən feodalizm dövrünə aid həm Bizans, həm də Ərəb xilafətinə aid oxşarlığı bizdən istəyir. Frank imperiyası, deməli, Böyük Karlın dövründə Ərəb xilafəti ilə, eləcə də Bizansla diplomatik əlaqələr saxlayıb. Çünki 812-ci ildən Bizans onun, deməli, imperator olmasını təsdiqləyib və diplomatik əlaqələr saxlamışdılar. Eləcə də Ərəb xilafəti ilə diplomatik əlaqələr saxlayıb Böyük Karlın dövründə. Dehli Sultanlığı, xeyr. Dehli Sultanlığı 13-cü əsrdədir. Ona görə bunu çıxırıq. Bizə erkən feodalizmdir. Albaniya dövləti, bəli, Cavanşirin dövründə Bizansla diplomatik əlaqələr saxlayıb. 654-660-cı illərdə. Eləcə də Cavanşir Ərəb xilafəti ilə diplomatik əlaqələr saxlamışdı. 667-ci ildə Şam şəhərinə Cavanşir gedib və 670-ci ildə vergilər 3-1 qədər azaldı. Deməli, 1, 3 və növbəti 4 Osmanlı imperiyası erkən feodalizm dövrünə düşmür, onda çıxırıq. Axun imperatorluğu da Bizans və Ərəb xilafəti ilə diplomatik əlaqələr saxlanır. Doğru variantımız 1 və 3. B variantı. 33. Hansı hökmdarın fəaliyyətinə aid xüsusiyyət verilməyib? Şəddadilər dövlətinə son qoyulub. 1088-ci ildə Səlcuq hökmdarı Məlikşah Cərgitdir. Dövlətin daxili müstəqilini saxlamaqda Səlcuqların asılılığı qəbul etmişdir. Şəddad hökmdarı Əbləsvar Şavur. Tiflis-Namə əmrliyi Səlcuq dövlətinə tabe edilib. Burada Sultan Toğrulun dövründə Tiflis-Namə əmrliyi Səlcuq dövlətinə tabe edilmişdir. 11-ci əsr 1054-cü ildə. Daxili müstəqilini saxlayıb 1066-cı ildə Şirvanşahlar A-da gedir. Sultan Səncər Səlcuqların sonuncu hökmdarıdır. Buna aid xüsusiyyət verilməyib. Doğru variant D variantı. Qeyd edim ki, gələn il üçün artıq hazırlığımıza qəbul başlamışdır və qeyd etdiyim nömrənizlə əlaqə saxlayıb qeydiyyat yazıla bilərsiniz. 050 389 98 06. 34. 20-ci əsrin 90-cı illərində Azərbaycan Respublikasında istifadə edilmiş neft kəmərləri. Bakı Tbilisi Ceyhan Saziş 99, istifadə verilməsi 2006,
21-ci əsrdə olmaz. Bakı Subsan 98, bu 90-cı illərə düşür. Deməli 2-ni götürək. Bakı Batum 1930-cu ildə də bu olmur. Bakı Novorossiysk 1997 düşür. Tanap 2014 və 21-ci əsr aid olduğuna görə düşmür. Deməli variantımız 2 və 4 E variantı. Növbəti sual 35. Rusiyada 18-ci əsrin fərqli olaraq 17-dən fərqli olaraq 18-ci əsrdə olanları bizdən soruşur. Təhkimçilik hüququ mövzudu idi. Rusiyada hər ikisində olub təhkimçilik. Quberniya islahatı keçirir 1-ci Pyotr 18-ci əsrdə, doğrudur. İdarəedici orqanların kollegiyaları yazıb, prikazların əvəzinə bəli Pyotr kollegiyaları yaratmışdı 2-3. Romanovlar surəsi hakimiyyətdə idi 1613-dən 1917-ci ilə qədər. Ona görə də bu hər ikisinə düşür. Manufakturalar fəaliyyət göstərib. İlk manufaktura Rusiyada 1626 Holland tacirlərinə aiddir. 17-ci əsrdən başlayıb, eləcə 18-ci əsrdə fəaliyyət göstəriblər. Bu doğru variantımız 2-3 E variantı. Səfəvilər dövlətində cədvəldə verilən dövlətlərlə ümumi cəhətlərini müəyyən edin. Səfəvilər dövlətinin burada bunun altına xətt çəkək. Cədvəldə verilən dövlət Ağqoyunlu və Teymurilərdir. Ümumi cəhətlərini soruşur. İnzibat cəhətdən bəylərbəyliyə bölünür. Səfəvilər bəylərbəyliyə bölünüb, amma Ağqoyunlu bəylərbəyliyə bölünməyib. Osmanlı dövləti ilə müharibə aparıb. Səfəvilər də, eləcə də Ağqoyunlular da Osmanlı dövləti ilə müharibə aparıb. B. Avropa dövlətlərində ilk diplomatik münasibətlərin yaradılması, Avropa dövlətləri ilə diplomatik münasibətlərin yaradılması, Ağqoyunlu və Səfəvilər, deməli diplomatik münasibətlər Ağqoyunlular Uzun Həsənin dövründə, Səfəvilər dövləti saxlayıb Şah Abbasın dövründə. 1-ə BC, 2-yə baxaq Teymurlər, Şeybanilərlə dostluq münasibəti xeyr. Paytaxtın İsfahan şəhərinə köçürülməsi Teymurlərdə paytaxt İsfahan deyildi. Bayandurlu sülaləsi ilə müharibə, yəni Ağqoyunlarla 1469-cu ildə Teymurlər, eləcə də Səfəvilər də Ağqoyunlarla 1501 və 3-cü illərdə, dövlət deyirsə 1503 Almablağı döyüşündə müharibə aparmışdır. Deməli C-ni də 2-yə götürək. 2-yə biz C götürsək 1-ə BC, doğru variantımız C variantı. Lukul Pompeyin başçıları Romalıların şərqi hərbi yürüşü nəticəsində Atropatena Romadan asılı vəziyyətə düşdü. Doğrudur. Selevkilər dövləti məğlub olaraq parçalandı bu Magneziya döyüşündən sonra. Albaniyada yerli hökmdarın daxili müstəqiliyinə son qoyuldu. Xeyr. Daxili müstəqiliyini saxlayırdılar. Romada canişinlər Atropatenanı idarə etməyə başladılar. Xeyr. Yerli hökmdarlar. Parfiya dövləti süqut etdi. Xeyr. 38. Lerveyn diaqonala uyğun bəndləri müəyyən edin. Dərbəndlilər, Bayandurlular, Baharlılar sülaləsi. Avropa dövlətləri ilə hərbi ittifaqın qurulması, 16-cı əsrdə süqut etməsi. Baxaq, 16-cı əsrdə süqut edib Şirvanşahlar 1538, Bayandurlular da 1503. Hər ikisine oxşardır deməli. 4-ə biz burada B-ni götürək. Terek döyüşündə iştirak edib Şirvanşahlar 1395-ci ildə Əmir Teymurla müttəfiq olduğuna görə, demək onda biz 1-ə C-ni götürək. Ərdəbil şeyxlərinin məğlub edilməsi, Şeyx Cüneyd, eləcə də Şeyx Heydər və Sultanəlinin məğlub edilməsində hər üç dövlət iştirak edib. Ona görə də 1460-88, 1494 Şəməsi döyüşlərində 5-ə D. Teymurlər dövlətinin paytaxtını tutması, bu Qaraqoyunlara aiddir. 1458-ci ildə 59-da da Herat müqaviləsi bağlamışdılar, Heratı tutmuşlar. Deməli, 3-ə isə E götürdük. Bir dənə Ağqoyunlara baxaq. 2-yə Avropa dövlətləri ilə hərbi ittifaqın qurulması, 2-yə də A variantı. Deməli, 1-ə C, 2-yə A, 3-ə E, 4-ə B, 5-ə isə D, B variantı.
1648-də Vestfaliya sülhünə əsasən 1618-48-ci ildə 30 illik müharibənin nəticəsində bağlanıb Vestfaliya sülhü. Almaniyada Katolik kilsəsinin bölünməsi rəsmiləşdirildi. Bu Augsburg sazişinin əsasında 1555. Alman dövlətləri öz dinlərini təyin etmə hüququ tanındı. Almaniyanın kiçik knyazlara parçalanmasına son qoyuldu. Əksinə Vestfaliyanın kiçik knyazlıqlara parçalandı. Siyasi dağımlılıq rəsmiləşdirildi. Bəli, 4-ü götürə bilərik. Alman dövlətlərinin öz dinlərinin təyin etmə hüququ tanındı. Bu da Augsburg sazişindədir. Burada yalnız 4. Növbəti 40-cı sual. ABŞ Theodore Roosevelt'in prezidentliyi dövründə 20-ci əsrdə, deməli 20-ci əsrin sonunda, yəni ki 1900-cü ildə, 19-cu əsrin sonunda Theodore Roosevelt hakimiyyətdə gəlib. Seçki senzili ləğv olunub Abraham Lincoln'un dövründə. Yeni xətt adlanan proqram Franklin Roosevelt'in dövründədir. Vətəndaş müharibəsi başlandı Abraham Lincoln'un dövründə. Latin Amerikası ölkələrinə qarşı mehriban qonşuluq siyasətinin irəli sürülməsi Roosevelt'in dövründə və turistlərin fəaliyyət dövlət nəzərdə alındı. Bəli, E variantı. 41 xəritələrdə rəqəmlərlə göstərilmiş şəhərlərin erkən feodalizm dövrünün xüsusiyyətlərinə aid uyğunluğu müəyyən edin. Burada 2 Dərbənd, 1 Dəbil, 3 Ərdəbil. Erkən feodalizm dediyinə görə yenə də 3 və 11-ci əsrlər nəzərdə tutulur. Səfəvi hakimliyinin mərkəzi olub. Səfəvi hakimliyinin mərkəzi Ərdəbil olub, amma erkən feodalizm dövrünə düşmür 13-cü əsrdən. Məhəmməd ibn Əbi Şəddad tərəfindən yaradılmış müstəqil feodal əmirliyinin mərkəzi olub 951-ci ildə. Bəli. Bunu biz 1-ə götürürük. Yəni onda 1-ə gəlin, B-ni götürəyim. 1B. Sazilər dövlətinin paytaxtı olub. Sazilər Marağa, Ərdəbil. Deməli 3-ə biz C-ni götürək. Müəyyən müddət hakimlər siyasi tərəfindən idarə olunub. Bu Haşim bin Sulaka Şirvanşahlara aiddir. D. Gürcüləri məğlub etdikdən sonra Şəmsəddin Eldəniz tərəfindən geri alınmışdır. Bu Dəbilə düşür, amma erkən feodalizm dövründə deyil, 1160-cı ildədir. Ona görə yerini çıxırıq. 1-ə B, 2-yə D, deməli 1-ə B, 2-yə D, 1-ə B, 2-yə D, 3-ə isə C variantı D-dir. 42-ci sual. Sultan II. Bayezidin hakimiyyət illərində Osmanlı 1481-1512-ci illərdə hakimiyyətdə olub. Səfəvilərlə münasibətləri yaxşı olub. Eləcə də Ağqoyunlularla da diplomatik əlaqələr saxlayıb. Əmir Teymurun hücumuna məruz qalıb. Bu İldırım Bayezidin dövründədir. 1-ci. Bayezid Bolqarıstan Bayeziddə, paytaxt başqa şəhər köçürüb Muradda, Orxanda və Mehmetdə Misir öz tərkibinə qatıb 1-ci Səlim. 43-cü sual. Xəritədə rəqəmlərlə göstərilmiş xanlıqların Quba xanlığından fərqli xüsusiyyəti. Bu suala biz baxdıqda 2 Şəki, 1 Qarabağ. Xanlıqların Rus-Qacar müharibəsi dövründə olanı istəyir 1804 və 13-cü illər, bunda biz fikirləşməliyik. Amma Quba xanlığından fərqli cəhətdir. Rus qoşunlarına ciddi müqavimət göstərib. Şəki Rus qoşunlarına qarşı müqavimət göstərməyib, müqavilə imzalayıb 1805-ci ildə, ona görə Qarabağda elə kürəkçay müqavilələri. Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə xərac ödəmək öhdəsinə götürürdü. Bəli, bu deməli aiddir. Xan hər il öz gəlirlərindən Rus xəzinəsinə xərac göndərmək öhdəsinə götürürdü. Qarabağ xanlığına aiddir. Deməli 1-ə B götürə bilərik. Rus qoşunları tərəfindən işğal edildi. Deməli Quba da işğal olunub.
Qarabağda, eləcə də Şəkidə bu oxşardır, ona görə götürürük. 2. Rusiya ilə müqavilə imzaladı. Deməli, biz Rusiya ilə müqavilə Şəkini götürə bilərik. Deməli, onda 2-yə B, 2-yə daha doğrusu A kürəkçay müqaviləsini imzalayıb. Komendant tərəfindən idarə edilirdi. Xeyr, Quba xanlığından fərqli olaraq Quba komendantları rəsulu 1810-cu ildə yaradılıb, amma Şəki iki tərəfli müqavilə bağladığına görə komendantları rəsulu yox, daxili muxtariyyəti ilə saxlanılırdı. 1-ə B, 2-yə isə A variantı burada C-dir. Növbəti Türk müsəlman mədəniyyətinə aid uyğun bəndi müəyyən edin memarlıq. Əlincə qalası 9-cu əsr Təbriz yox Naxçıvan olmalıdır. Qüvvətül-İslam məscidi Dehli 12-ci əsr. Dehli sultanlığı 13-cü əsrdə yaranıb, amma yaranmamışdan əvvəl bu məscid inşa olunub. Yəni dövlətə yox, Dehliyə aiddir. Şəhər, daha doğrusu Dehli şəhərində inşa olunub. 2. Uluqbəy rəssadxanası Səmərqənd. Bu Uluqbəy rəssadxanası Uluqbəyin dövründədir. Ona görə 11-ci əsr deyil. 14-cü əsr. Səlimiyyə məscidi Ədirnə 16-cı əsr, bəli, Osmanlı dövrünə düşür. Ona görə də biz 2 və 4-ü götürürük. Növbəti lazımdır bizə 45-ci sual. Hülakü xanın başçılığı Monqolların Yunan sevişinin nəticələrinə aid deyil. Abbasilər xilafəti süqut edib. Bu doğrudur. Azərbaycan yerli federal ölkələrini dərk etmək üçün yarlıq verilməyə başladı. Bu sonraki dövrlərdə Cəlaləddin Azərbaycanın hökmranlığına son qoydu. Bu 1225 Cəlaləddin yürüşünə aiddir. 5-ci Monqol ordusu yaradıldı, doğrudur. Azərbaycan işğal olundu, doğrudur. Ona görə biz burada 2 və 3-ü doğru cavab kimi götürə bilərik. Səttarxandan fərqli olaraq Xiyabani və Pişəvəri hökumətini bizdən istəyir. Qacarlar dövlətinin siyasətinə qarşı mübarizə. Burada biz Səttarxandan fərqli olaraq deyir. Qacarlar 1796, 1925, Xiyabani 1917-20-ci illərdə fəaliyyət göstərdiyinə görə Qacarlara düşür. Deməli, hər ikisi Qacarlara düşür, amma Səttarxandan fərqlini istədiyinə görə anı çıxır. Cənubi Azərbaycana muxtariyyət verilməsi, bəli. 1-ə B. Şah məmurları müəyyən müddət Təbrizdən çıxarılmasına nail olmuşdur. Bu, Səttarxandan fərqli xüsusiyyət deyil. 2-yə baxaq. Pişəvəri Cənubi Azərbaycanda milli hökumət yaradıb. Səttarxandan fərqli olaraq, bəli. Təbrizdə yerli idarə orqanı yaratmışdır. Elə Səttarxan dövründə var əncümənlər. Ona görə olmaz. Cənubi Azərbaycan müstəqillik verilməsi yox, muxtariyyət istəyirdi. Ona görə 1-ə biz B-ni, 2-yə isə A-nı götürürük. Doğru variantımız C variantı. Növbəti 19-cu əsr Qafqaz canişinliyi fəaliyyət dövründə Şimali Azərbaycanda 1844 canişinlik 1883-cü ilə qədər olub. Eləcə də 1905, 17-ci ilə qədər olub. Bizdən 19-cu əsr istədiyinə görə bu illər aiddir. Andılar məhkəməsi yaradıldı. Andılar məhkəməsi canişinliyindən əvvəl yaradılmışdı 1840-cı ildə. Kəndlər üzərində hərbi vergi qoyuldu. 1887-də qoyulub. Ona görə biz 2-ni çıxırıq, 1-də çıxırıq. Kəndlərdən feodal sıxlıq ləğv edildi. 1870-ci il bu canişinliyə düşür. 3-ü götürürük. Dövlət kəndlərin köçmə hüququ ləğv edildi. 1853. Bu da canişinliyə düşür. 3 və 4. Alban kataloqusu 1836 canişinlikdən əvvəldir. Ona görə doğru variant B variant. Növbəti 48-ci suala. Xəritədə ulduzlarla verilmiş ərazi 7-ci əsrdə bu Misirdir. Baxaq. 7-ci əsr dediyinə görə Qərbi Roma İmperiyası 476-da süqut edilib. Buna görə A-nı silirik. Səlcuq türklərinin hücumuna məruz qalıb 11-ci əsrdə. Ona görə silirik. Frank İmperiyası 800-cü ildə yaranıb. C-ni də silirik. Rəşidi xəlifələr tərəfindən işğal edilib. Xaçı yürüşü nəticəsində işğal edilmiş. Xaçlı yürüşü 1096-dır. 7-ci əsr sayılır. Ona görə doğru variantdır. 49. Axsuvar xan, Axund dövləti və Mihraqulu xan
Türkistana hakim oldu, bəli. Sasanilər dövlətinə son qoyub ərəblər beyni çıxırıq. Firuz Şahı Sasani taxtına çıxmağa yardım edib, doğrudur. 1-ə AC. Mihrəqulu xan hakimiyyət illəri bu köhnə kitablarda yazılırdı. 515-dən 550-ci ilə qədər olub. Amma Axund dövləti 567-də süqut etdiyini götürmürük. Hindistanın şimal-qərbini işğalını başa çatdırdı, bəli. Göytüklər birlikdə Sasani dövlətinin torpaqlarını bölüşdürdü. Bu 567-də olduğuna görə götürmürük. 550-yə qədər hakimiyyətdə olub. Ona görə də 2-yə biz B-ni, 1-ə isə AC-ni götürəndə doğru variant, D variantı. Mihrəqulu xan hakimiyyət illəri 515-550-dir. Bunu özünüz üçün qeyd götürə bilərsiniz. İki kitablarda yoxdur. 50-ci sual. Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanla münasibətlərinə aid deyil. Qarayazı yuxarı hissəsinin Gürcüstana birləşdirməsinə razılıq verilməsi bu 1922-ci ildə olub. Ona görə də Xalq Cümhuriyyəti 20-ci ildə süqut etdiyinə görə doğru variant A variantı. Növbəti 51-ci suala baxaq. Çində xan sülaləsinin hakimiyyətinin başlandığı əsrdə, burada bizi çaşdırmasın. Xan sülaləsi nə vaxt başlayıb hakimiyyətə? Eradan əvvəl 206, yəni eradan əvvəl 3-cü əsrdən söhbət gedir. Plebeylər xalq tribunu seçməyə hüquq qazandılar eradan əvvəl 5-ci əsr. Plebeylər tam hüquqlu vətəndaş oldular. Deməli, Patris plebeylərin müharibəsi nəticəsində 509-265-ci il imperiya dövrü başlandı. Eradan əvvəl 27. 1-ci əsrə düşür. Bu isə 3-cü əsrə düşdüyünə görə B-ni götürürük 1-ə B. Hindistanda dəmir emalı 11-ci əsr götürürük. Makedoniya qarşı azadlıq mübarizəsi 4-cü əsr. Marius ölkəni vahid dövlətdə birləşdirib Aşoka 3-cü əsr. 2-yə isə C-ni götürürük. 1-ə B, 2-yə C, D variantı. Eneolit dövrünü neolitdən fərqləndirir. Enolitə aid olanlar. Saxsı qablar hazırlanması neolitdə də var idi. İnsanlar toxsuzluqla məşğul olan neolitdə elə olub. Pisləmək fəaliyyətləri ilk dəfə enolitdən başlayıb 3. Qəbilənin həyatında qadınların mövqeyi hər ikisində möhkəm idi. Ona görə yalnız 3. Xronologiya. Türkiyə Respublikasının NATO-ya daxil olması 1952, SSR-in varlığı 1991 dekabrı, Teoklent Margaret Thatcherin dövründə 1982, Rusiya Federasiyasının Krımı ilhaq etməsi 2014, 2008-də də yürüş ediblər, 2014-də ilhaq ediblər. Onda doğru variantımız xronologiya kimi 1, 3, 2, 4. (54-cü sual). Məmməd Yusif Cəfərov Rusiya İmperiyasının Dövlət Dumasında deputat olub 1912-ci ildən 17-yə qədər, doğrudur. AXC-nin 4-5 hökumətinin Nəsibə Yusufbəli rəhbərlik edib. 17-ci il yaranmış Cənubi Qafqaz Komitəsində Azərbaycanı təmsil edib, bəli. Azərbaycan neft kimyası üzrə ilk elmi laboratoriyanı, xeyr. AXC dövründə parlamentin sədri müavini olub, bəli. Topçubaşov rəhbəri, Ağayev, Məmməd Yusif Cəfərov isə müavini olmuşlar. 5, 1, 3 və 5. Deli suların idarəetmə sisteminə aiddir. Məhkəmə işlərinə qazilər, doğru. Ölkənin inzibati cəhətdən uluslara xeyr, Teymur Monqol bölünürdü. Hərbi işlə baş vəzir, doğrudur burada. Baş vəzir rəhbərlik edib. Maliyyə işlərinin dəftərdar bu Osmanlıdadır. 1 və 3. Alban hökmdarı Urunaydan fərqli olaraq 2-ci Vaçaqanın hakimiyyəti dövründə Vaçenin Sasanilərlə müttəfiqlik münasibəti mövzudu idi. Urunay müttəfiq olub Amit İzrail döyüşlərində hər ikisi olmaz. Sasanilərə qarşı azadlıq hərəkatı başladı. Bəli, 2-ci Vaçenin başçılığında 457-də başlayıb 2-ni götürək. Ölkənin paytaxtı dəyişib, bəli, Firuzun şərəfinə Firuzabad şəhərinin saldırıb və paytaxt Bərdəyə köçürülüb. 2 və 3. Ağqoyun kilsə məclisi 488 3-cü Mömin Vaçaqanın dövrünə düşür. 57. Azərbaycan Rusunun hərbi əməliyyatları 2018 mayında bu Günnüt əməliyyatıdır. Deməli, bir Günnüt əməliyyatıdır, Günnüt. Qısas, bu 2018-ci ildə olub. Qısas əməliyyatı 2022. Lokal antiterror da 2023 sentyabr. Baxaq, LTV yüksəkliyi düşməndən təmizləndi. Bu
aprel döyüşlərində disiplininə düşmür. Qırxqız Sarıbaba yüksəkliyi nəzarətə götürüldü qisas əməliyyatında 2-yə biz B-ni götürək. Şərur rayonunun Ağbulaq Qızılqaya yüksəkliyi bu 2018-ci ilin mayında olan əməliyyatdır. Deməli 1-ə biz C-ni götürək. Erməni Silahlı Birləşmənin Xocavənddə yerləşən radiokasiyası sistemi məhv edildi. Bu antiterrorda 3-ə D. Xocavəndin Hadrut qəsəbəsi azad edildi. Bu Vətən müharibəsi 44 günlük Vətən müharibəsindədir. 1-ə C, 2-yə B, 3-ə D. Keçək situasiya tipli test tapşırıqlarına. Qalib dövlətlərin ilk dünya müharibəsindən sonra dünyanın taleyini əldə etmək məqsədilə konferans çağırdılar. Konferans vaxtı Alman İmperatoru Wilhelm özünü imperator elan etdiyi gündə açıldı. 30-dan çox ölkə oraya nümayəndə göndərmişdi. Yeni bir dövrün başlanğıcı sayılan bu konferans həmin vaxt dünyada ən mühüm məsələ diplomatik və acil müsəlmanlardan idilər. Onlar günbəgün görüşlər, müzakirə aparır, mübahisə edir, dalaşır və yenidən barışırdılar. Onlar yeni dövlətlər və təşkilatlar yaratdılar. Burada ilk dünya müharibəsindən sonra dediyinə görə, Birinci Dünya müharibəsindən sonra olan konferansa aiddir. Almaniya üçün müəyyən edilmiş hərbi məhdudiyyətlərin ikisini yazın. Deməli, burada Almaniyada qoşunların sayı azaldıldı və baş qərargah buraxıldı. Yazmaq olar. Sualtı qarıqlar ləğv edildi. 59. Bəhs edilən konferansa dəvət edilməyən Avropa dövlətlərinin adını yazın. Sovet Rusiyası o cümlədən məğlub dövlətlər bura daxil edilməmişdi. Ona görə biz 3-ü götürürük. Burada doğru variant 3. 4. İngiltərə, Fransa 1. Bunlar aparıcı dövlətləri. Eləcə də 1, 2 burada İtaliyadır. Bunlar da deməli iştirak edirdilər. İştirak etmirdirsə 3. Konferansın çağırılmasından mənbədə verilməyən məqsədlərini birini yazın. Dünya müharibəsindən sonra dövlətlər arası münasibətləri qaydaya salmaq əsas deməli məsələlərdən biridir. O cümlədən məğlub dövlətlərlə sülh müqavilələrinin imzalanması, millətlər cəmiyyətinin yaradılması bunlar konferansda əsas məsələlərdən biri olmuşdu. Hamınıza uğurlar arzu edirəm. Gələn il üçün deməli verilən nömrə ilə əlaqə saxlayıb hazırlıqlara yazdıra bilərsiniz. Nömrə 050 389 98 06 389 98 06 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlıqlar həm 20 yanvar, həm də MİD ərazisində Yasamalda keçirilir. Hamınıza uğurlar. Qarşıdan gələn 25 may qəbul blok imtahanında da sizə uğurlar arzu edirik. Və kanala abunə olub takipçilik sayını artırmaq sizdən xahiş edirik ki, yeniliklərdən və qəbul tipli testlərdən tanış ola biləsiniz vaxtında.